Bax, elə ki kətdən düşdü şəhərə. Vağzaldaca əzik kepkasını atacaq zibil yeşəyə. Sonra düz bir ay yataqxanada qarnını verəcək yerə, başlayacaq imtahanlara hazırlaşmağa. Axır ki, var güclə girəcək instituta. Hə, elə ki instituta girdi. Başlayır əlini başını düzəltməyə. Nə bilim, qalstuk taxır, poloboks strişka, bir sözlə qartını qurtunu düzəldir. Sonra başlayır institutun qızlarını göz gəzdirməyə. Görüm hansı qızın dədəsi milyonerdir, hansı qızın dayısı vəzifəlidir. Nəysə bir qızı gözaltı eləyib, düz 5 il zarıya-zarıya, hıqqana-hıqqana pişirir onu. Qızındakı ağlı quş ağlı, pişirməyə nə var onun? Onu düz deyir. Nəysə. Bu kətçi balası institutu qutardı. Hə, qızın dədəsi ev eşiyi düzəldir buna. Başına gözünə döyə-döyə adam eləyir onu. Miniş, yenə çənən yaman qızışıb ha. Nə var, düz demirəm. Bax sən mənə bir professor ya da nazir adı de ki, onun arvadı mənə kimi fəhli olsun. Elə mi? Hə. Onda sən də mənə bir professor ya nazir arvad de ki, onun əri ekskavatorçu olsun. Deyil. Qara. Ha, nədir? Deyirsən yəni taylı tayını tapmasa günah vayla keçər, hə Qara? Ay sor, eşeğin qırar tayını tapar da. Yox, nə? Yox, onu demək istəmirəm. Yəni ki, ikimiz də bir-birimizə babıq. Nə var, nə verim? Danışına fikir ver, hə? Yaxşı, istəməm.